Allah'ın salamı olsun aziz izleyicilerim size. Bugün güzel bir kardeşimin, zahmetmiş bir kardeşimin konağıyım. Bu kardeşim hem maline yetiştirir, hem böğürtken yetiştirir. Hem de ki çok təzə saha olan, demək olar ki Azərbaycan için yeni saha olan mavigilə yetiştirir. Bu mavigilə hakkında bir neçə nəfər məndən soruşurlar. Ona göre de size malumat vermek istedim ki bu kardeşim ki var, özü deyir ki, açığım deyirəm də, deyir ki mən iş paltarındayım, məni çəkmə, ancaq mən ondan xahiş eləmişəm ki onun səsi düşsün bura. Çünkü bu işleri hamısı bu insan görüb, bu zahmetkeş adam görüb. Ona göre de deyirəm ki bu mavigilə hakkında azizim, adın ne oldu senin? Adım Kamandar'da çək. Dayı ki biz başlamışsa. Ha, Kamandar. Mesela mavi gilənin hal-hazırda məndə olan Buyurun. 2 növdür. Bugünkü gün suyun ən yəni təriflənən, üzdə gedən Yaxşı. növləri Chandlerlə Toro'dur. İkisi de çok Bir de onların adındır Chandler Toro. Chandler Toros. İkisi de iri məhsul verəndir. Həm də ki yəni bütün keyfiyyətləri xarakteristikası üstün sayılır. Torpağı da ilə. dediniz ki müəyyən qədər turş torpağı olmalıdır. Əsas torpaq turş olmalıdır. Bir de su vacibdir. Adam var mesela aparır kuyu suyuyla suluyur. O da ki suya Olmur. bilmir axı tərkibini. İsi orada həddən artıq yüksəkdir, duzluğu o da məhv edir. Heç inkişaf eləmir, balaca qalır. O səbəbdən məsələn bunu mənim məsələn köhnə videolarımı bəlkə baxsalar görərlər ki, bunları mən gətirəndə belə ən uzağı, ən böyüyü 15 sm, 20 sm idi. Amma indi gəlib metrə çatıb, metrdən. İndi bu ildən bunları çöldə əkmək olar, açıq sahada əkmək olar. Həmişə açıq sahədə əkmək olar. Bu yüzden bunlar məhsul verəcək. Artıq tutulan tumurcuqlardan göstərir ki, Torpağı hamısı müəyyən qədər onun turşuluğun deməli aşağı salmaq üçün aşağı yox, turşuluq yaratmaq üçün kükürt verirsiniz deməli. kükürt veririm. Kükürtdən əlavə də pH salan dərmanlar var da, məsələn, hazır məhlullar. Onları suyla qatıb, yəni mütləq vermək lazımdır. Amma yenə də ən əsas biləm ki, birinci növbədə yaxşı suyla sulamaq lazımdır. Klorsuz, ondan sonra Klorsuz, ən əsas isi aşağı olan su. Yəni suyun isi Yod aşağı su olsun. olmasın. Hə, indi əksər yerlərdə məsələn naili İsi fazla yukarı. verərsən, bunları çəkir. Gözlə, başla. Biz bugün gelmişik ki kardeşimizden böğürtken alaq. Nümune için ondan 10 adet böğürtken alacağız. Bu bizim aldığımız böğürtkenler bu boyda olmaz herhalde, biraz balaca olar, öyle mi? ölçüləri elə bu qədər olacaq. Burada əsas sizə görsünüz budur. Görsünüz burada kəsilibdir. Bəli. Məsələn orada sizə göstərdiyim də belədir Bəli. də. Sadəcə olaraq Məftilə qalxır, mənim bu əlim ağrıyır. Bəli. Deməli, məftilə mütləq qalxmalıdır bura. Məftilə qalxandan sonra böğürtkenler bu formada, indi biz bunu aparıb açıq sahada əkəcəyik. fərqi yox. Siz əkmişsiniz bunu örtülü sahada. Biz onu əkəcəyik açıq sahada ve onu gələcəkdə inşallah baxarıq. O nətər olacaq. Mesela onların diblərində də var. İndi bunun üstün cəhəti ya çatışmayan cəhəti nə varsa Ya bugünkü gündə ən yaxşı, məsələn internetdə yazıb baxa bilərsiniz. Bu naçes sortudur. Həm yüksək istilərdə də dözümü yaxşıdır. Həm xəstəliklərə dözümü yaxşıdır. Həm də meyvəsinin dadı yaxşıdır. Yeganə bir dənədir ki, məsələn meyvəsinin xüsusilə yayda, məsələn yayın axı, bu meyvənin ortasında axırında bunun meyvəsini məsələn əgər açıq bir yerdə olsa, günəş daima vursa meyvəsini yandırır. Günəş meyvənin özünü yandırır. Bitkiyə heç nə eləyənmir, amma meyvəni yandırır. O səbəbdən mütləq həmin ərəfədə üstünə görə kölgəli setka çəkmək lazım. Yəni salafana ehtiyac yoxdur, sadəcə kölgəli setka. Və yaxud da ki, əkdiyimiz yer elə yerdirsə də günəş oranı hər dəfə tutmur. Müəyyən saatlarda tutmursa, orada heç nə olmur. Sadəcə açıq yerdə olsa, o səhərdən axşama günəş tutan yerdə yandırır. Amma belə qalan hər bir şeyinə görə çox yəni rahat. demək istəyirəm ki, qardaşımızda deməli böğürtken de var, maline de var. Mavigilərini də göstərdik. Əlavə nə var səndə? Məndə Smarodin adlı, Smarodina. bir də çiyələkdir.
Ha, çiyələk də var. Zəhmət olmasa əlaqə nömrəsi istəyər. Özü də ki, Bilgətə yerləşir qardaşımın bağı. Kimə əgər ehtiyac olsa, kimə lazım olsa, kimin ehtiyacı olsa, bu qardaşımdan İnternetdə az botanik yazsalar səhifəmə girib baxarlar internetdə, nə var bizdə bəli, də. Hə. az botanik səhifə var. Deyəsən TikTokda TikTokda da var, Instagramda da var. TikTokda moru qoymuşsan. Yo, yo, az botanik. Hər yerdə az botanik. Oldu mu? Oldu. Oldu. Əlavə söhbəti yoxdur. Yox, yox. Ha, Allah senin zəhməti və bərəkət Sağ versin. olun. Biz də inşallah Sizə də bir gün xeyirli bunu olsun. nümunə aparacağıq və onu gələcəkdə də sizə göstərərik ki, onun inkişafı necə oldu. Sağ olun, gələn görüşlərə dək. Sağ ol.